Efirdə danışdığı söhbət səmimi bir söhbət deyil və orada istifadə etdiyi bir kəlmə var idi ki, artıq zaten cavab verə bilməyəcək. Bu insanlığa yaraşan söz deyildi. Ola bilər ki, indi həyəcanlı olub, efir həyəcanı və ya... Mənzurə xanım onu da ora yozaq deyim. Mən çünki kinli insan deyiləm, amma inciməyinə incimişəmmi? İncimişəm. Yəni, o deyiləsi söz deyil çünki. O ki, qaldı cavab verməyə, o cavab verə bilməsə də, onun qızı buradadır canım. Kimə necə lazımdır cavab verərəm, o tərəfə də keçərəm. Amma sadəcə aramızda yaş var və mən o tərbiyənin insanı deyiləm ki, ağır bir cavab verim. Çünki o mənim anam yaşdadır. Anamdan da böyük olar. Mən düşünürəm ki, çünki mənim anamın 45 yaşı var. Düşünürəm ki, anamdan da böyük olar və ayıb olar mənim sərt bir reaksiya verməyim. Belə deyim, onun sadəcə işlətdiyi kəlmə çox, belə deyim, necə başlasam ki, o tərbiyəli çıxsın, aqressiv çıxmasın. Qısaca insanlığa yaraşmaz. Çünki bu həyatdan heç kim sığortalanmayıb və kim sabah nə yaşayacaq bəlli deyil. Mənzurə xanımın ürəyini bilirəm. Mənzurə xanım onu bilərəkdən demədi. Yəni, efirdən sonra biz danışdıq, söhbət elədik. Sən bilirsən ki, bizim necə münasibətimiz var və ailəvi, doğma münasibətimiz var. Biz onunla o haqda danışdıq. Hətta özü də peşman oldu ki, yazın, kəş sözümü elə ifadə etmək istəmədim, elə alındı. Mənzurə xanım elə insanlardan deyil ki, kimisə qəlbinə toxunsun. Və ya nəsə olub, amma yanlış bir kəlmə idi. Çox böyük bir səhv idi o. Hətta mən gözləyirdim ki, yaşca böyük olduğundan insan həyatda da üzr istəməyi bacarmalıdır. Mən məsələn səhv edəndə onun üzrünü istəyə bilərəm. Mən ondan utanmaram heç vaxt. Mən gözləyirdim ki, ən azından hansısa bir efirdəmi və ya Instagram səhifəsindəmi varsa, ən azından paylaşım edə bilərdi. Ki, bəli, mən orada yanlış bir kəlmə işlətdim. Onu da etmədi. Amma yenə də seçim özünündür. Həyatda heç kimi məcbur etmək olmaz. Onun əvəzindən mən deyirəm. Oldu, bitdi. Əlbəttə, Mənzurə mən xanım kimi elə insan deyiləm. insanlardan deyil kimsə qəlbinə toxunsun. Mənzurə xanımı da biz çox sevirik, səni də çox sevirik. Yəni, bu söhbət bağlansın, uzanmasın. Çünki istəmirəm Mənzurə xanım da qəlbinə toxunsun. Düzdür, istəmədən bəzən elə situasiyalar gəlib yaranır ki, həyatımıza bəzən elə şeylər gəlib baş verir ki, biz istəmədən olur. Bunu da o siyahıya yazaq. Bəli, düzdür. Təşəkkür edirəm. Mən təşəkkür edirəm.